gün sizə içi ləzzətli və zəngin dolğulu bonbon şokoladların, yəni konfet şokoladların hazırlanmasını göstərəcəyəm. Bunun üçün istifadə edəcəyimiz əsas məhsullar şokolad və seçdiyimiz dadlı içliklərdir. Birinci mərhələdə şokoladı əridirəm və qəlibləri silirəm. Daha sonra isə onu düzgün şəkildə temperləyirəm ki, qəlib təmiz, şokoladlar isə parlaq olsun. Onu da qeyd edim ki, Belkalaz şokoladı tərkibindəki yüksək kakao yağ miqdarına görə asan temperlənir və mükəmməl nəticə verir. Bu mərhələdə qəliblərə rəng verirəm və rəngi kakao yağı və boya qarışımından əldə edirəm. Daha sonra isə şokoladları qəlibə tökürəm, artıq hissəsini çıxarıb nazik astar qat formalaşdırıram. Ardınca əvvəlcədən hazırladığımız içlikləri əlavə edirəm və üzərini yenidən şokoladla bağlayıram. Sonda şokoladlar tam donandan sonra qəliblərdən çıxarıram və hazır konfet, yəni bonbon şokoladlarımızı əldə edirik. Və gəldik əsas hissəyə. Siz şokoladın səsini dinləyin, mən isə sizə təşəkkür edim. Salamat qalın.